Əməkdar jurnalist Ayzər Ayxan Qlobal Info azda yayımlanan məqaləsində 4 iyun qiyamı ilə bağlı sensasyon fikirlər yazıb. O bildirib ki, 4 iyun qiyamı qəfil baş vermədi. Buna doğru uzun yol keçilmişdi. Stat. O vaxt Sürət Hüseynov prezidentin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi, baş nazirin müavini vəzifələrini tuturdu. O ciddi şəkildə təbliğ olunurdu. Bu təbliğat onun şişməsinə səbəb olmuşdu. Üstəlik, iddialar var ki, o və ətrafı Rusiya ilə gizli-aşkar əlaqələr quraraq hakimiyyətə can atırdı. Sürət Hüseynovun SSR-nin Gəncədə yerləşmiş 104-cü Hava Desant Diviziyasının komandiri General Valeri Şerbakla intensiv əlaqədə olduğu haqda indiyədək çox deyilib və yazılıb. Bunu özü də etiraf edib. AXC hökuməti ilə Sürətin ilk açıq fikir və mövqe toqquşması 1993-cü ilin əvvəlində yaşandı. AXC İcariyyə Komitəsinin 9 fevral bəyanatı vəziyyəti bir qədər də gərginləşdirdi. Sözügedən bəyanatda Sürət Hüseynov açıq şəkildə xəyanətdə ittiham edilirdi. Ayzər Ayxan qeyd edir ki, bundan sonra Elçibəy hökuməti həmin bəyanatı geri oxudu, Sürət Hüseynov Bakıya dəvət edildi. Elçibəy onu qəbul etdi, 2 saatdan çox aralarında danışıq aparıldı. Həmin bəyanatdan sonra isə daha gözlənilməz və xoşagəlməz hadisələr baş verdi. Statın sonu. Yazını tam halda videonun şərh bölümündəki linkdən oxuya bilərsiniz. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.